Və buradan başlayırıq yürüyüşə. Yürüyüş məsafəsi ümumilikdə 6-7 kilometr gediş, 6-7 kilometr dönüş, yəni 12 kilometrə yaxın olacaq. Tur müddətindəki bələsiniz olacaq, mən Nitos və Timur. Timurdan önə çıxmaq olmaz və məndən sona qalmaq olmaz. Marşrutumuz belədir, biz bu dəqiqə 1700 metrlərdəyik və düşürük 1500 metrəyə və ondan sonra isə qalxırıq Söhüt qalasına. Söhüt qalası gördüyünüz qayalıqların üzərindədir. Hətta bircini də görürsünüz. Tur müddətində kiminsə sağlamlığında bir problem olarsa mütləq bizə bildirsin. İlk 15-20 dəqiqə ərzində baş gicəllənməsi, təzyiq oynaması ola bilər. Çünki Bakıdan gəlmişik 0 metrədən, mən 1000 metrdən gəlmişik və 1700 metrədəyik. Yəni ilk 25-30 dəqiqə ərzində baş gicəllənməsi, mədə bulantısı ola bilər. Olmaya da bilər, sizdən asılıdır. Çubuqlarla gedərkən sağ ayaq, sol əl bu formada və yaxud da sürünürsünüz. Və bunu belə göydə qaldırıb, belə aparmırsınız. Əgər bunu götürmüşsə mütləq şəkildə yerə vurmalısınız və ən əsası bunu göyə qaldırıb arxadakına zərbələr endirmirsiniz. Buna diqqət yetirin. Başqa da heç nə 15-20 dəqiqədən bir 3-4 dəqiqəlik fasilələrimiz olacaq. Tur müddətində kiminsə Bura kimisi otlaq sahəsidir. Otlaq sahəsinə belə bir qapı qoyurlar. Bu da Qaraçay. Qabaqdakı bax qala oradadır. Biz də bax buradan düşəcəyik. Yavaş, ehtiyatlı, yaxşı. Yavaş, yavaş. Köndələn düşməyə çalış. Necə krasovki giyməmisən? Nə bilim, dedim bu rahat. Heç uyğun ayaqqabı deyil. Nə bilim. Geçən dəfə krasovka geyindim, heç yeriyə bilmədim. Özün bil. Altı qopsa. Qopar birdən aldım. Biz bu aşağı düşəcəyik. Orada da Qaraçay kanyonu var.